Koloslar 3-cü fəsil 16-cı ayda bir aya var. Orada yazılıb ki, qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə nəsihət, təlim verin. Məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Bax, buna görə də biz Allahı izzətlendiririk. Buna görə biz Allah üçün mahnı oxuyuruq. Bu sadəcə bir proqram deyil, yeni deyirəm. Bu sadəcə ibadətin bir hissəsini doldurmaq üçün bir yerdə qoy boş qalmasın. Yox. Bu Rəbb Allaha olan minnətdarlıq sözləridir. Bu bizim Allah adamı olaraq vuruşduğumuzu, şeytana qarşı olduğumuzu göstərən bir bəyanatdır. Bu bizim imanımızın iqrarıdır. Ona görə biz Allahın qarşısında oxuyuruq, onu izzətlendiririk.